20 yaşlı oğlan əskər yoldaşını yetim sözünə görə yatdığı yerdə güllələyib. Silahla ehtiyatsız davranışı nəticəsində həlak olduğu bildirilən N saylı hərbi hissənin əskəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub. Aparılan istintaqla Rüfətin əskər yoldaşı tərəfindən güllənərək qətlə yetirildiyi müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayevə təqsirləndirilən əskər Taleh Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə Rüfətin ona yetim deyə müraciət etməsi Taleh Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Taleh bu sözləri qəbul etməyərək əskər yoldaşını öldürmək qərarına gəlib. Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq digər patrul naryadını oyatmaq bəhanəsi ilə əskərlərin yataqxanasına gedib. Yataqxanaya daxil olan vaxt Rüfətlə aralarındakı mübahisələr onun yadına düşüb. Hisslərini cilovlaya bilməyən Taleh silahlı vəziyyətdə fürsət yaranmasından istifadə edərək yatmış vəziyyətdə olan xidmət yoldaşı Rüfəti güllələyib. Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, Rüfəti öldürmək niyyətində olmadığını deyib. Lakin toplanmış sübutlar, o cümlədən şahid ifadələri qəsdən adam öldürmək kimi qiymətləndirilib. Hökmə əsasən 20 yaşlı Taleh əskər yoldaşını xüsusi amansızlıqla qətlə yetirilməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasının ilk 3 ilini ümumi, qalan 13 ilini isə ciddi rejimli cəza çəkmə müəssisəsinə çəkəcək.